Salam, hər vaxtınız xeyir olsun. Deməli, kanalda dərslərin izahı davam etməkdədir və bu dəfə mən dayaq hərəkət sistemi insan bölməsi və dayaq hərəkət sistemi haqqında suallara, bir neçə suala izah vermək istəyirəm. Və bunu izah etməzdən qabaq, deməli, orqan sistemləri haqqında müəyyən bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Dayaq hərəkət sisteminə başlamazdan əvvəl deməli, qeyd etmək istəyirəm ki, insanda orqan sistemlərinin sayı 10-dur, 10 dənədir və bunlardan ikisi haqqında kanalda deməli, topludan izahlar, dərsin izahları var, oradan faydalana bilərsiniz. Eyni zamanda dayaq hərəkət sisteminə aid deməli, döş qəfəsinin izahı videosunu da tapa bilərsiniz. O videodan da faydalana bilərsiniz. Dayaq hərəkət sisteminə keçməzdən qabaq belə bir şey qeyd etmək istəyirəm ki, insanda dayaq hərəkət aparatı iki hissədən ibarətdir. Aktiv və pasiv hissə. Aktiv hissəsini əzələlər, pasiv hissəni isə sümüklər təşkil edir. Və bu dəfəki izahım məhz sümüklər barəsində olacaq, yəni sümük sistemi haqqında olacaq. Sümük sisteminə gəldikdə insanın skeleti, yəni skelet haqqında bir-iki məlumatı çatdırım. İnsan skeleti baş, gövdə və ətraflardan təşkil olunur. Deməli, başın skeleti, gövdənin skeleti və ətrafların skeleti. Ətrafların skeleti də sərbəst və qurşaq skelet olmaqla iki hissəyə bölünür. Sərbəst hissə deməli tərpənən hissədir, qurşaq hissə isə tərpənməz hissədir. Və eyni zamanda yəni skelet haqqında çox bir şey danışa bilərəm, amma suallar üzərində danışsam daha yaxşı mənimsənirlər. Dayaq hərəkət sistemi, sümüklər, insan skeleti. Deməli, birinci sual. İnsanın çiyin qurşağını əmələ gətirən sümüklər. Qeyd elədim ki, deməli, insan skeleti 3 şöbəyə bölünür. Bunlardan biri də ətraf skeletidir. Ətraf skeletinin də iki hissəyə bölünməsi sərbəst və çiyin qurşağına bölünür. Çiyin qurşağı, daha doğrusu, sərbəst və qurşaq skeletə bölünür. Qurşaq skeleti, çiyin qurşaqları deyiriksə, deməli, yuxarı ətrafın tərpənməz hissəsi, qurşaq hissəsi nəzərdə tutulur. Gəlsək suallarda cavablar üzərində işləsək, deməli, burada kürək və döş sümüyü A variantında, döş sümüyü gövdə skeletinə aid olduğuna görə bütün variantlardan döş sümüyünü çıxıram. Və qalan variantımızda baxıram körpücük qarğa, körpücük kürək. Qarğa sümüyü də insanda rast gəlinmədiyinə görə cavabımız məhz B variantı olacaq. İkinci sual, insanın kəlləsi zədələndikdə onu necə uzatmaq lazımdır? Kəllə zədələnmələri, kəllə sınıqları zamanı arxası üstə uzatmaq və boynun aşağı hissəsinə yumşaq yastıq qoymaq lazımdır ki, kəllə yerlə təması olmasın, kəllənin yerlə təması olmasın. Demək, döş qəfəsi üçüncü sual, döş qəfəsi hansı orqanlar üçün qoruma funksiyasını yerinə yetirir? Təbii ki, döş qəfəsi döş boşluğunda yerləşən orqanlar olaraq ağciyər və ürəyi qoruyacaq. Bu da bizə B variantının düzgün olduğunu deyir. Dördüncü sual, insanda çiyin qurşaqları neçə sümüyün birləşməsidir? Qeyd etdim ki, birinci sualda çiyin qurşağı kürək və körpücük sümüklərinin birləşməsindən yaranır. Kürək sümüyü 2, körpücük sümüyü 2-dir və neçə sümüyün birləşməsidir. Bu zamanda cavabımız 4 sümük olacaq. 5-ci sual, əsasən hansı vəzin ifraz etdiyi hormon sümüklərin böyüməsini tənzim edir? Demək, biz bilirik ki, vəzlər bölməsindən sümüklərin böyüməsi ümumilikdə boy hormonu, hipofizin ifraz elədiyi somatotrop hormonudur və bu hormonu, daha doğrusu bu vəzin hormonu sümüklərin böyüməsini təmin edir. 6-cı sual, insanda uzun borlu sümüklərə aiddir. Uzun borlu sümüklər insan orqanizmində 12 dənədir, cəmi 12 dənə. Deməli, bunlardan 6-sı yuxarı ətrafın sərbəst hissəsində, 6-sı da aşağı ətrafın sərbəst hissəsində yerləşir. Və bunlar hansılardır? Yuxarı ətrafın sərbəst hissəsində bazo, said sümükləri mil və dirsək olmaqla 2 qrupa bölünür və əl darağı və pəncə sümüklərimiz sərbəst ətrafın skeletinə aiddir. Daha doğrusu, hara getdim?
Deməli, uzun borlu sümüklərə nələr aiddir? Uzun borlu sümüklər insan orqanizmində 12 ədəddir və bu 12 ədədin 6-sı yuxarı ətraf, 6-sı isə aşağı ətrafın sərbəst hissəsindədir. Yuxarı ətrafın sərbəst hissəsində rast gəlinən sümüklər hansılardır? Deməli, döş sümüyü gövdə skeletinə aiddir, əl darağı sümükləri aiddir yuxarı ətrafın sərbəst hissəsinə, amma uzun borlu sümüklərə aid deyil. C variantında ayaq darağı aşağı ətrafın sərbəst hissəsindədir, amma uzun borlu sümüklər deyil. Qabırğalar yastı sümüklərə aiddir və uzun borlu sümüklər deyil və döş qəfəsinə aid sümüklərdir. Və Y variantı bazu, mil və but sümükləri. Həqiqətən də bazu, mil və but sümük, deməli bazu sümüyü ilə mil sümüyü yuxarı ətrafın sərbəst hissəsində uzun borlu sümük, bud isə aşağı ətrafın sərbəst hissəsində uzun borlu sümüklərə aiddir. 7-ci sual, qeyri-üzvi maddələrin sümüklərə verdiyi xassət. Demək, qeyri-üzvi maddələr sümüklərə sərtlik, üzvi maddələr isə elastiklik verir. Və 7 və 8-in cavabı da məhz bunlardır. 9-cu sual, normada insanın onurğa sütununda olan əyriliklərin sayı. İnsanın onurğa sütununda əyrilik 4 dənədir. Deməli, bizim belə bir şəkil üzərində göstərmək istəyirəm. Baxın, burada deməli onurğa sütununda 4 əyrilik var. Boyun, döş, bel və oma əyriliyi. Sonuncu bu hissə isə büzdümdür və 4 əyriliyin ikisi önə, yəni boyun və bel önə, döş və oma isə arxaya doğru əyriliyi əmələ gətirir. Yaxşı, bu da oldu deməli onurğanın əyrilikləri. Deməli, bu bir də onu qeyd edim ki, önə doğru əyriliklər lordus, arxaya doğru əyriliklər isə kifoz adlanır. Deməli, 10-cu sual. İnsan skeletində aşağı ətraf qurşağına aid olan sümüklər. İnsan skeletində aşağı ətraf qurşağına aid olan sümüklər hansılardır? Aşağı ətrafın qurşaq skeleti yalnız çanaq sümüklərindən təşkil olunub. Ona görə də cavabımız elə 1 olacaq. Bud, deməli, aşağı ətrafın sərbəstidir. Qamış aşağı ətrafın sərbəst hissəsidir. Körpücük yuxarı ətrafın qurşaq skeletidir. 6, yəni mil sümüyü isə yuxarı ətrafın sərbəst sümüklərinə aiddir. Büzdüm isə onurğa sütununa aiddir. Demək cavabımız 1 olacaq. Və keçdik 11-ci sual. İnsan skeletində yuxarı ətraf qurşağına aid olan sümüklər hansılardır? Yenə də yuxarı ətraf qurşağını bayaq burada qeyd elədik, kürək və körpücükdür. Burada da kürək və körpücük olmaqla 2 növ sümükdən təşkil olunub. 4 dənə 2 növ sümük. 12-ci sual. Bu kəllə skeletidir və kəllə skeletində hansı sümük birləşməsi yoxdur soruşur. Deməli, alt çənə sümüyü hərəkətli birləşmə olduğu halda digər sümüklər isə hamısı hərəkətsiz birləşib. Demək ki, 3 birləşmədən yalnız hərəkətli və hərəkətsiz olduğu halda yarım hərəkətli birləşmə kəllə skeletində yoxdur. Ümumiyyətlə, yarım hərəkətli birləşmə onurğa sütununda rast gəlinir. 13-cü sual. Sümük toxumasına aid etmək olmaz. Ondan sinirlər və qan damarları keçir. Düzdür, hər bir toxumanın sinir və qan damarları, daha doğrusu hər bir orqanda sinirlər və qan damarları var. Sümük toxumasında da sinirlər və qan damarları keçir. Sıx eptel toxumasıdır. Sümük toxuması birləşdirici toxuma qrupuna aiddir və hüceyrəarası maddəsi bərk olan birləşdirici toxumadır. Eptel toxumasına aid deyil. Çıxıntılara malikdir. Hüceyrəarası maddə hüceyrələrdən ibarətdir. Tərkibində kalsium və fosfat duzları vardır. Deməli, cavabımız B variantıdır. 14-cü sual. Əgər həkim zərər çəkəni qarnı üstə hamar yerə uzatmışsa, deməli, o güman edir ki, xəstənin, deməli, qarnı üstə zədələnmələr biz bilirik ki, onurğa sütunu zədələnmələridir. Qabırğa zədələnmələri zamanı arxası üstə uzanıb, xəstə arxası üstə uzanır və nəfəs vermə vəziyyətində qabırğalar sıx bağlanır. Çanaq sümüklərinin zədələnməsi, kəllənin zədələnməsi də arxası üstə xəstə uzanır. Körpücük sümüklərinin sınıqları zamanı da, yəni qarnı üstə bu hallar uzatmalar müşahidə olunmur. 15-ci sualda sümük toxumasına aid deyil. Sümük toxumasına hüceyrəarası maddə və sümük hüceyrələrindən ibarətdir dedik.
Sümük hüceyrələrinin sarı sümük iliyi, sümük hüceyrələrinin daxilində sarı sümük iliyi olur. Sarı sümük iliyinə deməli borlu sümüklərin diafiz hissəsində rast gəlinir. Bu aid deyil. Deməli, o biri variantlara baxaq. Sümük toxumasının 3/2 hissəsi hüceyrəarası maddədir. Sümük toxuması birləşdirici toxumadır, bəli. Və sümük toxumasından qan damarları və sinirlər keçir. Demək, cavabımız B variantıdır.